Deməli, bitmiş zaman. İngilis dilində biz üç bitmiş zaman forması görəcəyik. İndiki bitmiş zaman, keçmiş bitmiş zaman, gələcək bitmiş zaman. Yəni, present perfect, past perfect və future perfect. Bunlar nədir? Azərbaycan dilində necə tərcümə olunur? Ib və ya mış kimi tərcümə olunur. O otağı boyayıb, mən otağı təmizləmişəm. Mış-mış və ya ıb-ib kimi tərcümə olunur Azərbaycan dilinə. Bəs yaxşı necə yaranır? Have, has, plus V3. He, she, itdə has istifadə edəcəyik. I, you və Z-də isə have. I have gone. Mən getmişəm. Sualda have, has əvvələ keçir. İnkarda haven't və hasn't şəklində istifadə olunur. Bəs yaxşı. Bu hansı situasiyalarda istifadə olunacaq indiki bitmiş zaman? Bunu belə düşünə bilərik. Bir hadisə keçmişdə baş veribdir, amma nəticəsi göz önündədir. Müəllimə, mən sözləri öyrənmişəm. Keçmişdə öyrənmişəm, okey, amma nəticə göz önündədir ki, mən bunu öyrənmişəm. Mən otaqları təmizləmişəm. Keçmişdə eləmişəm, amma nəticə göz önündədir. Məsələn, deyək ki, mən dünən otağı təmizlədim. Bu keçmiş sadədir. Dünən saat 2-də otağı təmizləyirdim. Bu keçmiş damecidir. Sonra mən hər həftə otağı təmizləyirəm indiki sadə. Mən hal-hazırda otağı təmizləyirəm indiki dameci zaman. Mən deməli sabah otağı təmizləyəcəm gələcək sadə zaman və ya sabah saat 2-də otağı təmizləməkdə olacağam gələcək dameci zamandır. Fatimə dedi ki, sabah otağı təmizləyəcək. Bu isə keçmişə nəzərən gələcək zamandır. Və mən otağı təmizləmişəm, artıq təmizləmişəm, indicə təmizləmişəm. Bu isə indiki bitmiş zamandır. Zaman zərfləri hansılardır? Never, heç vaxt, already artıq, just indicə və deməli ever indiyə qədər, daha sonra yet isə hələ deməkdir. Yet sual inkarda işlənir, ever isə yenə də sual inkarda işlənir və əsas feildən əvvəl gəlir. Yet isə cümlənin sonunda işlənir. Daha sonra just isə əsasən təsdiqdə işlənir və əsas feildən əvvəl. Daha sonra since, bəri, for, məsələn, for 2 years, 2 ildir ki, recently, bu yaxınlarda kimi zərfləri var. Bunları xüsusilə qaralamağımın səbəbini birazdan deyəcəm. Bugün, bu həftə, bu ay, bu gecə, bu ifadələr lately bu yaxınlarda, for a long time uzun müddətdir ki, so far, up to now ən az işlənən və deməli təbəələrin ən çox yadından çıxdığı indiyə qədər deməkdir. Many times dəfələrlə, it is the first time, it is the second time, third time. Bunlar isə ilk dəfədir ki, ikinci dəfədir ki. Yəni bu göstəriciləri gördüksə demək ki, indiki bitmiş zaman yazmalıyıq. Mən niyə görə today, this month-ı işarələmişəm? Bundan əvvəlki izahda gördük ki, indiki dameci zamanı keçdi. İndiki dameci zamanda var idi ki, onların zərflərindən biri today, tonight, this month, this year bunlar idi. Eyni today burada da var, this month burada da var. Onda sual yaranır ki, müəllimə, mən necə ayırd eləyəcəm ki, today indiki dameci zamanda olsun, yoxsa indiki bitmiş zamanda olsun? Gəl situasiya quraq. Situasiyamız budur. Hal-hazırda saat 5-dir və axşam saat 6-da konsertə gedirəm. Hal-hazırda saat 5-dir və konsert 6-dadır. Onda nə olacaq? Mən bugün konsertə gedirəm. Yəni, hələ bu gələcəklə bağlıdır, gedirəm. Amma konsert 6-dadır dedik axı. İndi saat 8-dir. Mən deyə bilmərəm ki, mən bugün konsertə gedirəm. Axı artıq konsert bitib də 6-daydı konsert. İndi saat 8-dir. Olacaq, mən bugün konsertə getmişəm. Yəni hadisə baş verib keçmişdə 2 saat əvvəl olsa belə keçmişdi. Nəticəsi göz önündədir. Deməli, bu today və this-lə olan ifadələr indiki dameci ilə də işlənə bilər, indiki bitmişlə də. Yenə vurğulayıram. Mən bugün konsertə gedirəm. Çünki hal-hazırda 5-dir. Konsert axşam 6-dadır. Yəni gedirəm, gələcəkdədir. Ona görə indiki dameci zamandır. Amma artıq 8-dir və konsert 6-da olubdur. Artıq gedib gəlmişəm. Yəni keçmişdə olubdur. Nəticə göz önündədir deyə indiki bitmiş zaman olacaq. Deməli, for və since arasındakı fərq nədir? For hərəkətin müddətini bildirir. Mən onu 3 ildir ki görmürəm. For 3 years. Amma o gedəndən bəri görməmişəm. Bu isə hərəkətin başlanğıc müddətini, başlanğıc vaxtını göstərir. O gedəndən bəri, 90-cı ildən bəri, may ayından bəri. Deməli, since-dən sonra deməli ya gəlməlidir
mübtəda xəbər ya da ki, hər hansısa bir, məsələn, il gələ bilər, ayın tarixi gələ bilər. Amma fordan sonra isə konkret müddət gəlməlidir. Bu qara ilə yazılan ifadələr isə bizə havası o qədər vacibdir. Çünki nəinki zamanlardan sonra keçəcəyimiz modal feil olsun, passive voice olsun, nə bilim, sual cümləsi, istənilən mövzunun içində bu var. Bunu qətiyyən unutmamaq lazımdır. When-lə, what time-la, how long ago-dan sonra heç vaxt bitmiş zaman gələ bilməz. Heç vaxt. Həmin variantın üstünə dərhal xətt çəkməliyik. Bitmiş zaman nədə gəlməlidir? Since when, since what time, how long. Bunlardan sonra isə mütləq bitmiş zaman gəlməlidir. Yəni, bu qara hərflə olanlara xüsusi diqqət yetirək. Və yaxşı, keçmiş bitmiş zaman nədir? Keçmiş bitmiş zaman mış plus d deməkdir. Yəni, dünən saat 2-yə qədər mən artıq işimi bitirmişdim. Məsələn, mış plus d. Necə yaranır? Had plus V3-lə. Yəni, biz şəxs ayırd etmədən bilirik ki, keçmiş zamanda şəxs və cins kateqoriyası, tək və cəm kateqoriyası yoxdur. Yəni, you ilə də had deyəcəm, he ilə də had deyəcəm. Sual verəndə had əvvələ keçir, inkarda isə hadn't şəklində istifadə edirik. Bəs keçmiş bitmiş zaman ümumiyyətlə nə üçün istifadə olunur? Bax, deyirəm ki, dünən saat 2-yə qədər bütün işlərimi bitirmişdim. Hadisə baş verib keçmişdə. Ona görə adı olur keçmiş. Deməli, saat 2-yə qədər bitib, axı, bitirmişdim. Ona görə adı olur keçmiş bitmiş zaman. Deməli, keçmişdə müəyyən bir vaxta qədər icra olunub bitmiş hərəkətlərə deyilir. Deməli, zaman zərfləri nədir? By'dır. İndi bunu bir yadımıza salmaq üçün bir nümunə gətirim. Keçən dərs demişdik ki, yesterday-ni təkcə görürsə keçmiş sadə zamandır. Dünən futbol oynadım. Yesterday ilə dedim, keçmiş sadə zaman. Yesterday-nin qarşısında at görürəmsə, məsələn, at 2 o'clock yesterday, dünən saat 2-də futbol oynayırdım. Bu olur artıq keçmiş daim edici zaman. Amma yesterday-nin qabağında by görürəmsə, məsələn, by 2 o'clock yesterday, dünən saat 2-yə qədər futbol oynamışdım. Yəni, dünən saat 2-yə qədər artıq o akt bitmişdi. Saat 2-yə qədər olub bitib artıq. Deməli, yesterday-nin qabağında by görürüksə, biz bu zaman istifadə edəcəyik. Ümumiyyətlə, sadəcə by da görsək, by neçəncisə ilə qədər, by April və s. Bu zaman istifadə olunur keçmiş, bitmiş zaman. Bundan əlavə, burada hardly, when, sooner than, scarcely, when kimi bağlayıcılar var ki, 2 nöqtə görürsünüz burada. Bunun birinci tərəfi olur keçmiş, bitmiş zaman. İkinci tərəfi isə olur keçmiş sadə zaman. Birinci tərəfi keçmiş bitmiş. No sooner had I read. Deməli, had-lə yazdım birinci tərəfi keçmiş bitmişdə. The later than they came. Burada isə keçmiş sadə zamandan istifadə etdik. Və xüsusilə bu hissə bizim üçün çox vacibdir. Bu hissəni tamamilə yaxşı anlamaq lazımdır. Çünki since həm indiki bitmişin göstəricisidir, həm keçmiş bitmişin göstəricisidir. Sual yaranır ki, müəllimə, bəs mən hardan biləcəm ki, siz olan testdə indiki bitmişmi yazmalıyım, yoxsa keçmiş bitmişmi yazmalıyım? Gəl bir dənə situasiya quraq. Baxın, bu cümlələri yanında görməsəm, mən də bilməyəcəm ki, hansı zamanı qoymaq olar. Çünki ikisi də uyğundur axı. Yanında cümlə veribdirsə, o boş-boşuna verilməyibdir. Sizə situasiya qurmaq üçün verilibdir. Ən çox bu hissəyə diqqətli qulaq asaq. Deməli, mən onu məzun olandan bəri görməmişəm. Birincisi, sinifdən sonra gəlməlidir keçmiş sadə zaman. Səbəb odur ki, keçmiş sadə nə zaman işlənir? Keçmişdə konkret bir vaxtda işlənirdi də, konkret bir vaxtda baş vermiş hərəkətdə. Nə olsun ki, il yazılmayıb? 90 neçənci ildəsə, 2000 neçənci ildəsə məzun olmuşuq. Məzun olandan bəri mən onu görməmişəm. Məzun olmuşuq keçmişdə. Ondan bəri mən onu görməmişəm. Deməli, mən burada istifadə edəcəm indiki bitmiş zaman. Çünki hadisə nəticəsi göz önündədir ki, mən onu hələ də görməmişəm. Hardan bilirəm göz önündədir? Yanındakı cümləyə baxaq. Biz gələn həftə görüşəcəyik. Bax, kilit nöqtə bu cümlədir. Biz gələn həftə görüşəcəyik. Məzun olandan bəri mən onu görməmişəm. İndi bu cümləyə baxaq, müqayisə eləyək. Məzun olandan bəri mən onu görməmişdim. Təzdən qayıdıb demək olmaz axı, biz gələn həftə görüşəcəyik. Deyir, görməmişdim. Deməli, artıq görübdür. Bu cümləyə baxaq. Biz dünən görüşdük. Biz dünən görüşdük. Məzun olandan bəri mən onu görməmişəm. Belə doğru deyil axı, məntiqsizdir. Biz dünən görüşdük. Məzun olandan bəri mən onu görməmişdim. Keçmiş bitmiş zamanın indi ilə heç bir əlaqəsi yoxdur. Nəticə də keçmişdədir, akt da keçmişdə baş veribdir.
Yəni bunun indi ilə əlaqəsi yoxdur. Əgər yanında verilən cümlə keçmiş zamanda verilibsə, artıq sizə işarə verir ki, burada indiki bitmiş zaman yazmaq olmaz, keçmiş bitmiş zaman yazacağıq. Amma əgər gələcək zamanlı bir hadisə verilibsə, deməli, hələ də nəticə göz önündədir. Bu zaman indiki bitmiş zamandan istifadə etmək lazımdır. Biz gələn həftə görüşəcəyik. Mən onu məzun olandan bəri görməmişəm. Biz dünən görüşdük. Mən onu məzun olandan bəri görməmişdim. Yəni hər ikisi də qarşımıza çıxa biləcək formatlardandır. Gələcək bitmiş zaman nədir? Gələcək bitmiş zaman deməli, yaranır hansı formada? Will ya da shall-la yaranacaq. Plus have plus will. Bu nə deməkdir? Deyirsiniz ki, müəllimə söz vermişəm, mən sizə söz verirəm ki, sabah saat 2-yə qədər bütün testi bitirmiş olacağam. Söz verirəm ki, sabah saat 2-yə qədər bütün test bitmiş olacaq. Hadisə baş verəcək sabah, yəni gələcəkdir. Sabah saat 2-yə qədər də bitmiş olacaq axı. Bu da olur gələcək bitmiş zaman. Sual verəndə shall və will əvvələ keçəcək. İnkarda isə shall not, will not şəklində istifadə olunacaq. Bilirik ki, I ilə və we ilə shall istifadə olunur. Gələcəkdə müəyyən bir vaxta qədər bitmiş hərəkətlər üçün istifadə olunur. Eyni qayda burada keçərlidir. Məsələn, tomorrow-nu təkcə görsəm olur gələcək saatə. Sabah futbol oynayacağam. Bu gələcək saatədir. Sabah saat 2-də futbol oynamaqda olacağam. Qabağında at var. At 2 o'clock tomorrow. Bu zaman gələcək davam edici zaman olur. Amma tomorrow-nun qarşısında by varsa, bu artıq bitmiş zamanın göstəricisidir. Bunlardan yadımızda saxlayaq. Məsələn, by 2 o'clock tomorrow. Sabah saat 2-yə qədər mən futbol oynamış olacağam. Bu zaman istifadə edəcəyik gələcək bitmiş zaman. İndi gələcək bitmişlə biz keçmiş bitmişi müqayisə edək. Çox diqqətli, ən çox önəmli bu hissəyə baxaq. Gələcək bitmiş və keçmiş bitmiş arasındakı fərqə. Bax, by həm keçmiş bitmişdə işlənir, həm gələcək bitmişdə işlənir. Bu hissəyə çox diqqətli baxaq. Keçmiş bitmiş və gələcək bitmişdə işlənir. Yenə sual yaranır ki, bəs mən hardan bilim ki, keçmiş bitmiş qoymalıyam, yoxsa gələcək bitmiş qoymalıyam? Onda yenə situasiya quraq. Düşünək ki, hal-hazırda dekabr ayıdır və biz yanvar ayında belə bir şey yazırıq. Biz yanvar ayına qədər bütün materialı bitirmiş olacağıq. Mən hal-hazırda dekabrdayamsa, yanvar haqqında danışıramsa, demək gələcəkdən danışıram. Danışırıq ki, uşaqlar hal-hazırda dekabr ayıdır, narahat olmayın, yanvar ayına qədər bütün material bitmiş olacaq. Deməli, dekabrdayım, üzü yanvar haqqında danışıramsa, bitirmiş olacaq, gələcək bitmiş zaman. Amma gəl başqa cür düşünək bu situasiyanı. Hal-hazırda apreldir. Siz çıxıb getmisiniz, növbəti ilin tələbələri gəlibdir. Onlara məlumat verirəm ki, biz əvvəlki ildəki uşaqlarla yanvar ayına qədər bütün materialı bitirmişdik. Bax, fikir versiniz, indi apreldir və yanvar haqqında danışıram. Deməli, keçmişdən danışıram da. Aprel ayındayam. Deyirəm ki, uşaqlar, yanvar ayına qədər biz bütün materialı keçənki uşaqlarla bitirmişdik. Üzü keçmiş haqqında danışıram deyə, bu da olacaq keçmiş, bitmiş zaman. Yəni, yanında verilən cümlə, situasiya boş-boşuna verilməyib. Yoxsa yəni biz by ilə həm keçmiş, həm də gələcək bitmiş istifadə edə bilirik.